Salam dəyərli abituriyentlər, müdavimlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Uyğur xaqanlığı, yeni bir türk dövləti. 744-cü ildən 842-ci ilə qədər mövcud olmuş Uyğur xaqanlığı. Uyğurlar Mərkəzi Asiyada yaşayan türk tayfalarıdırlar. Mərkəzi Asiyada deməli yaşayıblar və türk tayfalarıdır Uyğurlar. Uyğurlar haqqında ilk məlumatlar 2-ci əsrə aiddir dəyərli yoldaşlar. Və Göytürklərdən asılı halda uzun müddət yaşayıblar. Çin mənbələrində ən mahir oxçulardır. Yəni Göytürk ordusunda ən mahir oxçular Uyğurlardır. Bunu Çin mənbələri bizə məlumat verir. Qutluk Bilge Kül Xaqan. Kimdir bu adam? 744-cü ildə Karluk və Basmıl tayfaları ilə birlikdə Uyğurlar, deməli, Qutluk Bilge Kül Xanın rəhbərliyi altında Göytürklərə, 2-ci Göytürk imperatoruna qarşı üsyan qaldırır. Nəticədə süquta uğradılır 2-ci Göytürk xaqanlığı və onun yerində 744-cü ildən deməli Uyğur dövləti yaranır. Uyğur dövlətinin paytaxtı Ordu şəhəridir. Ordu. Ümumiyyətlə Qutluk Bilge Kül Xaqan cəmi 1 il hakimiyyətdə olub 744-cü ildən 745-ci ilə qədər. Ondan sonra oğlu Moyonçur hakimiyyətə gələcək. Moyonçur. 745-ci ildən 759-cu ilə qədər Moyonçur xaqanın hakimiyyəti dövrüdür. Bu arada 751-ci ildə Talas döyüşü baş verəcək. Kimlər arasında? Çinlilərlə ərəblər arasında. Çinlilər məğlub olacaq. Ərəblər qalib gəlsə də Mərkəzi Asiyaya yiyələnəcək Uyğurlar. Ərəblər bura sahib ola bilmir. Əsasən Uyğurlar bura yiyələnir. Daxili işlərinə müdaxilə edəcəklər. Əsasən Uyğurlar Mərkəzi Asiyaya sahib olduqdan sonra bu da ona imkan yaratdı ki, Uyğurlara Çinin daxili işlərinə deməli müdaxilə etsinlər. Deməli, məsələn, bir epizodu diqqətinizə çatdırım. Çin imperatorluğunda anası türk olan Çin sərkərdələrindən biri anası türkdür. O imperatora qarşı mübarizə aparır və imperatoru hakimiyyətdən salır, Çin imperatorunu. Bu zaman Uyğurlar Çin imperatorunu taxta gətirmək üçün hərəkətə keçirlər. Burada məqsəd Çinin siyasi cəhətdən asılı hala salınmasıdır. Çinə hücum edirlər Uyğurlar və imperatoru hakimiyyətə geri qaytarırlar. Ümumiyyətlə Uyğurlar Tan sülaləsini himayə edirdilər. Çində Tan sülaləsini. Kimlərdən qoruyurdular bu sülaləni? Ümumiyyətlə Çini Tibetlilərdən qoruyurdular. Kimlər? Uyğurlar. Əvəzində nə alırdılar Çindən? Əvəzində ipəklə xərac alırdılar. Sonra hakimiyyətə gələcək Bögü xaqan 759-779-cu illərdə hakimiyyətdə olacaq. Çin üzərində nüfuzu daha da artır Bögü xaqanın dövründə Uyğurların və həm Çinin ümumi beynəlxalq ticarəti, həm də ticarət yolları Uyğurların tabiçiliyinə keçir. Tibetlilər məğlub edilir və Çindən qovulur. Kimin dövründə? Bögü xaqanın dövründə. Uyğurların deməli Çinə olan baskısı, Çinə olan təzyiqi Bögü xaqanın dövründə ən yüksək həddinə çatır. Lakin Bögü xaqanın bəzi addımları Uyğur xaqanlığında ciddi problemlərə səbəb olur. Məsələn, maniçiliyi qəbul edir. Maniçilik müharibədən uzaqlaşmağa çağırdığı üçün, bu da türk tayfalarının, türklərin min illiklərlə davam edən, belə desək, xarakterinə uyğun gəlmədiyi üçün, çünki onlar müharibələr, yeni ərazilərin işğalı, fəthlər, yəni bu proseslərin əksi olduğu üçün bir dini pərakəndəlik yaranır və bu dini pərakəndəlikdən ölkənin zəifləməsinə gətirib çıxardır. Ümumiyyətlə, Uyğur xaqanlığının zəifləməsinin başlıca səbəbləri var idi. Onlar hansılar idi? Birincisi, iqlim dəyişikliyi. Söhbət Mərkəzi Asiyadan gedir. Mərkəzi Asiyada temperatur, iqlim dəyişikliyi orada ciddi deməli təsərrüfat həyatının problemləri yaşamasına,
eyni zamanda iqtisadiyyatın tənəzzülünə gətirib çıxardır. Bu da dövlətin təməllərindən biri olduğu üçün deməli, gələcəkdə Uyğur imperatorluğunun tənəzzülünü sürətləndirən amillərdən biri idi. Xaqanlara qarşı sui-qəsdlər olurdu tez-tez. Bu da həm etibarlılığı azaldırdı, həm ölkə daxilində çəkişmələri artırırdı. Dini pərakəndəlik. Dini pərakəndəlik biz biraz öncə demişdik ki, deməli, bölgü xaqan maniçiliyi qəbul edəcək, maniçiliyi və bu da dini pərakəndəliyi gətirib çıxartdı. Pərakəndəlik, ikilik, bu da dövlətin tənəzzülünə gətirib çıxartdı. Və xalqların üsyanları, ümumiyyətlə Türk dövlətləri və orta əsrlərin Türk imperatorluqları geniş ərazili, müxtəlif millətli xalqları özlərinə tabe etmişdilər. Əlbəttə ki, biraz zəifləmək olan kimi tabe edilmiş xalqların üsyanları gələcəkdə imperatorluğun süqutuna gətirib çıxarır. Nəticədə 842-ci ildə Qırğızlar üsyan qaldırdılar və Uyğur dövlətinə, Uyğur xaqanlığına son qoydular. Uyğurlar özləri 2-ci Göytürk xaqanlığına son qoymuşdular. Onların da hakimiyyətini sonlandıran Qırğız üsyanı oldu 842-ci ildə. Biraz Uyğur mədəniyyətindən danışaq, dəyərli yoldaşlar. Uyğur mədəniyyəti. Uyğurlar deməli yüksək şəhər mədəniyyətinə malik idilər. Onlar həm yeni şəhərlər salırdılar, həm də dağılmış köhnə şəhərlərin bərpasına diqqət edirdilər. İpək yolu üzərində yerləşdikləri üçün ticarət inkişaf etmişdi və əsas gəlir mənbələrindən biri idi. Hətta Avropadan əvvəl Uyğurlar kağız istehsal etmişdi, mətbəə yaratmışdılar. Deməli, bu mətbəədə maniçilik kitabları xüsusən çox çap olunurdu. Ümumiyyətlə, kitab çapını, xronikasını sizə bildirim. Kitab çapı Çində yaranıb, biz bunu keçmişik. Çindən götürüb Uyğurlar, Uyğurlardan götürüb ərəblər, ərəblərdən götürüb Avropalılar, dəyərli yoldaşlar. Bunu unutmayaq. Çin, Uyğur, ərəb, Avropa. Dəyərli yoldaşlar, izləmədə qalın, davam edirik.